Salam dostlar, necəsiz, nə var nə yox? Dedim, mənim gözəl bir şeydi görəsiz və bundan bir yerdə bir xatırlanma edeyim sizlərə. Baxın, pişiklər insanlara, heyvanlar insanlara zəlzələdən və ya bir şeylər olandan əvvəl xəbər verir. Ən azından bir gün qabaq bunun xəbər. Ona görə də evdə pişik saxlamağınızı ən azından bu da bir məsləhətlidir. Pişiklər əgər evdə olan etlər narahat edən bir hərəkətlər eləyirsə, oluyorsa 24 saat ərzində zəlzələ və bu kimi bir hadisələr baş verə bilərlər. Ya da magnitudo qasırğalar və bu kimi şeylər. Bunlar elm adamları da deyir. Amma bir də deyəcək ki, hər şey Allahın əlində deyən kəslərə demək istəyirəm ki, əziz gözəl dostlarımız, siz əgər zəlzələ olduğu təqdirdə Novostroykada və ya hər hansı bir hündür mərtəbələrdə yaşayacaqsınızsa, təbii ki, onlar hamısı dağılası deyil ki, kimlərsə dağılıb bir hadisə başına gəlsə, dünyada gedən proseslərdən gedir bu, Türkiyədə də hər yerdə olubdur. Əgər Novostroykada kimlərsə kiminsə binaları yıxılırsa, orada qəza törənirsə, ölürsə və ya hər hansı bir şey olursa və ya olmayan binadakilər də deyir ki, biz Allah saxladı. Yəni, bu hər şey Allahın əlində demək. Yəni, yıxılmış, ölmüş binalarda olanlar saxlamadı. Hansı ki, o ölənləri Allahın qisməti beləymiş mi deyə deyəcəksinizmi? Yəni ki, bu doğru bir fikirdirmi ki, əgər dünyada böyük zəlzələlər olacaqsa, zəlzələlərdən böyük binalar, təbii haldır ki, bu elm adamlar, hər kəs bilirlər ki, zəlzələ olduğu təqdirdə böyük binaların içində yaşamaq təhlükəlidir. Və bizi Allah qoruyar deyə yaşayan insanlar, kimlərsə orada qorumasa, deyəcək ki, Allah qorumadı. Kimlərin ki, binaya bir şey olmadı, qoruyacaqsa, o qalanlar dedi ki, hə, görürsünüz, Allah qoruyanda qoruyur. Bizə qorunmayıb nəsə olanlara nə olacaq? Və o barədə kim danışacaq? Deyəcəksiniz ki, Allah mı qorumadı? Yəni, siz o binalarda yaşamasa, həyətdə yaşasa, və düz deyə deyirsiniz ki, olanda hər yerdə bir şey. Bu, bilirsiniz, bu hesablanmamış, elmi cəhətindən hesablanmamış sözlərdir. Bəli, olanda hər yerdə bir şey olur. Amma zəlzələlər dünya üzərində olacaqsa böyük və buna doğru gedirsə, yer kürəsində hal-hazırda gedən proseslərdən son zamanlar artıq bir çox kanallarda xəbər verir ki, hansısa bir yad cisim planetlər yaxınlaşır və ya hər hansı bir nəsə, kosmik nəsə bizə yaxınlaşır və bu sayırda NASA'dan, oradan, buradan son bu aylar, illər çox getdikcə xəbərdarlıq edirlər ki, nəsə yaxınlaşır deyə. Və bunları görən insanlar necə başa düşmürsünüz ki, artıq zəlzələlər dönümünə daha çox yaxınlaşır, iqlim dəyişikliklərin barədə dünya üzərində böyük tədbirləri görür. Təbii ki, dünya liderləri, dünyada hər kəs deyə bilməz ki, bu boyda Novostroykalarda dünya şəhərləri tikilib, çıxın, zəlzələ olsa sizə belə olacaq deyə deməzlər. Amma siz öz canınızın qədrini bilən hər kəs düşünməlidir ki, böyük binalarda yaşamaq təhlükəlidir. İndi kimsə o zəlzələlər olandan sonra heç bir şey olmasa o binaya, o deyəcək ki, bizə Allah qorudu. Hansı ki, binalarda bir şey olsa, deyəcək ki, hə, bu yaxşı insanlara da bir şey olsa, deyəcək ki, Allah onu qorumadı. Yəni, bunlar hamısı cəfəngiyyət və cahil sözləridir. Əgər zəlzələlər, böyük bir şeylər olacaqsa, həyət evlər %99% zəlzələlərin qabağında sağ qalmaq üçün ən, belə deyim də, doğru bir addım olduğunu düşünürük. Qaldı ki, Trump baba gələndə nə deyirdiniz? Rusiya savaş bitirəcəyini, Filistin savaşı müvəqqəti olaraq saxladığı üçün düşünürdünüz ki, savaş. Və nə oldu? İndi Venezuela, Amerika qarşı durma baş verir. Və nə oldu? Ukrayna savaşı daha çox şiddətlənib. Bilirsiniz ki, Ukraynada paylaşımlarda görürsünüz bir çox kuxna nənələri, xalaları, bacıları, ola bilər bəzi bu efirlərdə gedən verilişlərdən başını ayılmır, bu dünyada gedən proseslərdən xəbəri yoxdur. İzləsəniz, siz də bunu görərsiniz. Dünyada ciddi hadisələr baş vermək üzrədir və ciddi durumlar gedir. Filistin müvəqqəti olaraq dayansa da, hal-hazırda yenə də İran üzərində başlayan gərginliklərdən danışır efirlər. Və sizin görmədiyi, analiz eləyə bilmədiyi bir çox durumlar var ki, 3-cü Dünya Savaşa doğru gedir. Və nə oldu? Trump gələndə bunları saxlayacaqdı, bitirəcəkdi və olmadı ki. Çünki biz Nadim Əlixanov olaraq hər zaman gedən prosesləri
sizlər üçün danışmışıq və sizlər üçün istəmişik ki, yaxşı olsun və sizlərə həmişə bizim işimiz budur deyə xəbərdarlıq etmişik. Pis şeyləri olmayanda qalan hər şey yaxşıdır. Biz ona görə başınıza gələcək hadisələri deyirik ki, siz o hadisələrdən necə qoruyacaqsınız deyə özünüz hər kəs düşünəsiniz deyə. Bütün dünya olaraq, bütün dünyaya səslənirəm. Çünki bütün dünya olan fiziklər və ya bu kimi professorlar öz təhlilləri eləyir, bütün dünyaya səslənir. Mən də hisslərimlə sizlərə bunları deyirəm və analiz eləyib deyirəm ki, əziz gözəl dostlarımız, 2013-cü, 12-ci ildə dünya stabil, sakit olan vaxtından dediyiniz proqnozları, bir çox şeyləri, hadisələri biz yaşamışıq. Qarabağ savaşdı, Krım savaşdı, bugün Ukrayna savaşdı, böyük bəzi zəlzələlərdir, samolyotun düşməsidir. Biz bunları sizlərə hiss etdik şeylərimizi deyirik. Kim ki özünü o şeylərə qulaq asıb qoruya bilirsə qoruyur. Yəni ki, ehtiyatını düşünür, qoruyur. Bir çox insanlar var ki, mənim dediyi sözlərə görə Novostroykadan həyət evlərə köçüblər. Çünki bu gələcəkdə mənə çox sağ ol deyəcəklər. Çünki qorxusuz bir həyata keçiş alıblar. İndi kimlərsə Novostroykada yaşayırsa, Novostroyka tikənlərə, binalara nəzarət edənlərə ola bilər, xoşun gəlməsin bu sözlərdən. Deyə bilər ki, bilirsinizmi, bizim biznesimizə ziyan eləyir və ya kiminsə biznesi ziyan olacaq deyə başına gələcək olan böyük hadisələrdən xəbər verməyimmi? Dünyanın bir çox ölkələrində baş verəcək zəlzələləri mən hiss edirəm. Bu olar bir neçə aya, bir neçə saata, bir neçə həftəyə, bir yaxın olan 1-2-3 ilə ola bilər 8 rəqəm gəlir gözümə, ya bu 8 civarında bal gücündədir, ya da ki bu 2028 də ən gecə. Yəni mən konkret olaraq bəzilər deyirsən sentyabr deyirsən, yox, mən konkret zəlzələnin tarixini açıqlamamışam. Amma ürəyimə yaxın bir zamanında baş verəcək dünya üzərində çox böyük zəlzələləri hiss etdiyim üçün dünyanın bir çox nöqtələrində mən bunu deyirəm. Çünki bu zəlzələlər olandan sonra elm adamlar və çox mən hiss edirəm insan deyənlər çıxır efirlərdə danışır. Siz də bilmirsiniz kimə qulaq asım ki, öz doğru olan kimdir ki, necə eləyəsiniz növbəti addımlar. Doğru olan hisslər olan adam bugünkü gün hər yerdə sakit olanda heç kim bu zəlzələlər danışmayan barədə dəfələrlə dayanmadan bunu deyərlər. Çünki içində uğultu səsləri var. Uğultu səsləri mənə o zəlzələlərdən və böyük savaşlardan xəbər verir. O içimdə olan uğultu səsləri mən canlandırıram, şəkil halında təxminən nə olacağını görürəm. Amma tarixi görmək mümkün deyil, çünki bu Allahın işidir. Amma bu uğultu səslər varsa, bu yaxın aylardan, illərdən dünyada baş verəcək həm dünya savaşından, həm də gərginlikdən xəbər verir. Baxmayaraq ki, bu qədər bu şeylərə savaş hal-hazırda Azərbaycan üçün bir şey gözlənilmir. Azərbaycan üçün bu yaxın zamanlarda bir savaşdan qorxacaq bir şey yoxdur, savaşdan dərkən. Amma zəlzələlərə demək olmaz da hər anda ola bilər. Bir də sərhədlərin açılacağını təkrar edirəm sizlərə. Bu barədə məndən işidən bir çoxları çıxacaqlar. Bu barədə proqnoz verəcəklər. Nə olursa olsun, necə olursa olsun 2026-cı ildə Azərbaycanın İndi hansı şəhərlər, hansı rayonlarla demək biraz çətindir. Bəlkə hamısı, bəlkə bir neçə dənə ölkə ilə. Amma sərhədlərin açılması da mən bunu hiss edirəm 2026-cı ildə. Allah bu kimi gözəl şeylər Azərbaycana qismət eləsinsə gözəl işlər olsun. Amma zəlzələdən özünüzü qorumaq üçün də təbii haldır ki, düşünməlisiniz. Bunu sizi qorxutmaq üçün yox, oyarması üçün hər dəfə deyirəm. Elə deyilmi pişik? Pişik də yatıb da özün üçün, amma qəşəng pişikdir. Pişikləri də, heyvanları da qorumaq lazımdır dostlar. Pişik, heyvan çox gözəl bir şeydir. Bu yatır, bu işi bütün gün yatmaqdır, bu da bax. Neyse əziz gözəl dostlarımız, Allah sizə kömək olsun. Dünya üzərində professorlar məndən sonra da deməyə başlayıblar. Çünki Türkiyə bu zəlzələdən sonra bir çoxları artıq çıxıblar, zəlzələlərdən biraz danışırlar. Amma mən neçə illərdir bu zəlzələ barədə deyirəm. Türkiyə zəlzələdən qabaq da demişdim, Qarabağ savaşı qabağı demişdim, Qarabağ savaşının hətta 45 gün gedəcəyini demişdim. Ukrayna savaş bəzi özünü ekstrasens adlandıranlar 24 günə bitirəcək deyəndə mən bunu 3 il və daha çox dünya savaşa qədər gəlib çıxacağını demişdim. Nəysə, İran savaşda müvəqqəti dayanıb demişdim və bunun da uğultuları təzədən görsənir. Nə deyim, dünya savaş zəlzələlərdən qorumaq üçün hər kəs düşünməlidir
Mən də bir həkim kimi xəstəlik dediyi kimi mən də sizi problemlərdən danışıb xəbərdarlıq edirəm.